Baxıb utansın o dövlət qurum məmurları ki, haqsızlıqları, özbaşınalıqları, qanunsuzluqları o həddə gəlib çıxıb ki, Azərbaycanda vətəndaşlar ölkə rəhbərinə şikayətlərini məktublarla yox, sosial şəbəkələr vasitəsilə çatdırmağa çalışırlar. Üzümü Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə tutaraq müraciət edirəm. Cənab Prezident, Azərbaycanda məhkəmə qətnamaları vətəndaşın xeyrinə ona görə çıxardılır ki, evdə bir tərəfə atılıb qalsın, təsəlli olsun deyəmi? Yoxsa Azərbaycan Respublikasının qanunları, qanuni tələbi icra olunsun deyə məhkəmə qətnamaları çıxardılır. Prezident administrasiyası başda olmaqla, Cənab Prezident, bildirmək istəyirəm ki, sizin köməkçiniz başda olmaqla bütün dövlət qurum rəhbərlərinə şəxsən məlumdur ki, şəxsən ona görə bildirirəm ki, hər birinin qəbullarında dəfələrlə, ən azı 3 dəfə, 4 dəfə olmuşam, hər bir dövlət qurum rəhbərlərinin və sizin köməkçilərinizin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurları əmlak kimi mənimsəyib və mənə dəymiş ziyana görə məhkəmə qətnamaları var. 5 ildən artıqdır ki, döymədiyim qapı, gedmədiyim qəbul qalmadığı halda Lənkəran İcra Prokurorluq şöbəsinin məndən istədiyi rüşvəti vermədiyimə görə illərdir ki, sündürülmüşəm. Bugünkü günə qədər də məhkəmə qətnamaları icra olunmayaraq qalmışdır. Biz əvvəldən görmüşük ki, bütün dövlətlərdə də olub, Azərbaycanda da həmçinin var ki, vətəndaşın banka borcu olar, cərimə borcu olar, qaz pulu, işıq pulu borcu olar. O da çarəsizlikdən. Lakin Azərbaycanda, neft və qaz ölkəsində, yeraltı sərvətləri ilə məşğul olan bir dövlətdə, dövlət qurumu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vətəndaşın mənimsədiyi əmlakına görə məhkəmə qətnamaları var və dövlət qurumunun vətəndaşa borcu var. Bu da həmin bir dövlət qurumu üçün utanc vericidir, ayıb sayılır. Ona görə də buradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Lənkəran İcra Prokurorluq şöbəsinə bildirmək istəyirəm ki, ayıb olsun o dövlət qurumuna ki, vətəndaşın alın təri ilə qazandığı, zülmlə qazandığı, sürünə qazandığı əmlakını mənimsəyib və məhkəmə qətnamaları var, bunu icra eləmirlər. Vətəndaşın əmlakını mənimsəyib yemək, it nəcisi yeməkdən 1000 dəfə də bunlardır. O rüşvəti icra məmurları ki istəyirlər, vətəndaşdan o it nəcisindən də qat-qat mundardır. Ona görə də məhkəmə qətnamalarını onlar icra eləmədilər. Və bununla da öz qanunsuzluqların, qanun tanımadıqların, Cənab Prezident, sizin sözlərinizə, tapşırılarınıza əməl eləmədiklərin bir daha bunlar həm Ekologiya Nazirliyi, həm də Lənkəran İcra Prokurorluq şöbəsi sübuta yetirdi. Bugün baxın dövlət qurumları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün sosial şəbəkə etdikləri 1001 Azərbaycana xəyanət lap sayılır. 1000 oyunlardan çıxırlar. Bütün sosial şəbəkələr bunların öz başlarından danışır. Lakin bir nəfər səsini çıxartmır buna görə. Bir nəfər bunlara dur deyən yoxdur. Bir nəfər bunlara deyən yoxdur ki, Azərbaycan Respublikasının qanunlarına niyə əməl eləmirsiniz? Niyə məhkəmə qətnamalarına əməl eləmirsiniz? Çünki bütün dövlət qurumlarının bunlardan nə şəxsi marağı var ki, bunu bugünkü günə qədər icra eləməyiblər. Bütün dövlət qurumlarına müraciət etdiyimiz halda, Milli Məclisə bilmirəm, nə oyun çağırırlar bunlar. Siz xalqın vəkilisiniz, ya ilə məmurların yalnız vəkilisiniz siz. Dəfələrlə müraciət etdiyimiz halda bir dəfə də indiyə kimi sizdən səs çıxmayıb. Bugün vətəndaş haqsızdır deyə, vətəndaşın evini başına uçurdan icra məmurları və vətəndaş haqlı olduğu halda əlində məhkəmə qətnamaları, bəs niyə hərəkətə keçmirsiniz? Niyə aparırlar tədbirlər, icra tədbirləri reallığa əks etdirmir? Bu da o deməkdir ki, qanunlarımızda boşluq var və bundan istifadə edən bəzi dövlət qurum məmurları vətəndaşın boynuna minərək çapmaqda davam eləyir və belə gedişdə də davam eləyəcəkdir. Vətəndaşın əleyhinə məhkəmə qətnaması olanda dərhal hərəkətə keçirilir. İcra məmurları və digər qurumlar hamısı. Vətəndaşın xeyrinə olanda məhkəmə qətnamaları yenə də əlindəki dəyənək kimi vətəndaşın başına inir. Vətəndaşa zülm olunur. Vətəndaşın yenə də anası ağlar qalır. Yenə vətəndaş qapılarda qalır. Məhkəmə qətnaması xeyrinə olanda yenə deyirəm, dəyənək kimi vətəndaşın başına inməyə hazırdır həmin məhkəmə qətnamaları. Lakin dövlət qurumudur deyə, dövlət məmurudur deyə məhkəmə qətnamaları onların əleyhinə olanda icra olunmur. Lakin qanunların yalnız Azərbaycanda gücü mənim kimi sadə vətəndaşlara, mənim kimi insanlara çatır. Gücü başqa heç kimə gücü çatmır. Heç bir məmura bu qanunların gücü çatmır. Yalnız mənim kimi insanlara bunun gücü çata bilir.
Üzümü Ədliyyə Nazirliyinə tuturam. Ədliyyə Nazirliyinin icra baş dairəsinə tuturam. Məhkəmə hüquq şurasına tuturam. Bugün məhkəmə qətnamalarını icra eləməyə sizin gücünüz çatmırsa, niyə bəs bu məhkəmə qətnamaları icra olunur? Əgər belədirsə, məhkəmə qətnamaları icra olunmayaydı. Əgər icra olubsa, sizin işiniz yalnız məhkəmə qətnamaları icra eləməkdir. Azərbaycan Respublikasının qanunlarının tələblərini icra eləməkdir. Buna görə dövlət sizə o formanı geyindirib. Buna görə sizə dövlət məvacib verir. Buna görə dövlət sizi o kırışlarda oturub ki, dövlətin qanunlarını icra eləyəsiniz. Lakin siz yalnız məmurların, dövlət qurumlarının mənafeyini qorumaqdan başqa, vətəndaşları əzməkdən başqa heç nə bilmirsiniz. Hətta vətəndaş haqlı olduğu halda, vətəndaşın əlində məhkəmə qətnamaları olduğu halda döymədiyi qapı qalmayır, lakin ona da baxan yoxdur. Yenə də üzümü Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə tutaraq müraciət edirəm. Cənab prezident, xahiş edirəm bu özbaşınalığa son verilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurları tərəfindən mənə vurulmuş olan ziyan, dövlətin adından çıxardılan məhkəmə qətnamalarına əsasən ödənilməsinə dair göstəriş verməyinizi xahiş edirəm.